Dəyərli müəllimlər, gəlin if və whether arasındakı fərqə baxaq. Deməli, if və whether bildiyiniz kimi object clause'larda istifadə olunur. Aralarındakı fərq nədir? Yadda saxlayırsınız ki, if prepositiondan sonra istifadə olunmaz. If-dən sonra to-lu məstər gəlməz və if, lakin whether prepositiondan istifadə edilə bilər. To ilə istifadə edilə bilər və whether or not deyə bir ifadəmiz var. Or not. Amma if or not deyə bir ifadəmiz yoxdur. To ilə işlənmir, prepositionla işlənmir. Onun əksinə olaraqsa whether prepositionla işlənir, to ilə işlənir və whether or not ifadəsi var. Bəs if or not-u necə istifadə edə bilərsiniz? If-i verib, cümləni verib or not-u axırda verə bilərsiniz. Whether də bu formada istifadə edilə bilər. Amma if bu formada nə prepositionla, nə to ilə, nə də ki if or not formasında bu şəkildə istifadə edilməz.